Doktor John An Braziliyada keçirilən The Water Expo sərgisində Allatranın mikro və nanoplastiklə bağlı inqilabi tədqiqatını təqdim edib. Doktor An, Beynəlxalq Allatra Hərəkatının Yer Tədqiqatları Analitik Şöbəsi adından çıxış edərək yeni fundamental hesabatı təqdim edib. Biosferdə nanoplastik, molekulyar təsirdən planetar böhrana qədər. Bu hesabat bugünədək mikro və nanoplastikin ətraf mühitə, insan sağlamlığına və qlobal iqlimin artan təhlükəsinə həsr olunmuş ən geniş miqyaslı elmi işlərdən biridir. Əsas nəticələr: görünməz çirklənmə, mikro və nanoplastik artıq hər yerdədir. Marian çökəyindən Everest zirvəsinədək. O, nəfəs aldığımız havanı, içdiyimiz suyu və yediyimiz qidanı çirkləndirir. Sağlamlıq üçün risk. Bu hissəciklər hüceyrələrə və həyati vacib orqanlara daxil olaraq DNT zədələnməsinə, iltihaba və sinir, ürək-damar sistemlərində nasazlıqlara səbəb olur. Planetar təhlükə. İnsan sağlamlığına zərərdən əlavə, nanoplastik okeanların qızmasını sürətləndirir, yağıntı rejimini dəyişir, kənd təsərrüfatı məhsuldarlığını azaldır və qlobal stabilliyə təhdid yaradır. Vaxt gözləmir. Təcili innovasiya və beynəlxalq əməkdaşlıq olmadan plastik çirklənmə ekoloji böhrandan sivilizasiya böhranına çevriləcək.